Salam herkese. Bugünkü mövzumuz 5. sınıf İngiliz dili kiçik summativ qiymətləndirmə nümunəsi 8. Which sports does the boy do? Şəkildəki oğlan hansı idman növü ilə məşğul olur? Basketbol oynamaq deyil. Xizək sürmək deyil. Surf. Yəni okeanlarda surfinglə məşğul olmaq. Swim üzmür. Run, qaçmır. In which kind of sports do we use our hands and throw the ball into the basket? Deyir, hansı idman növündə biz əllərimizdən istifadə edirik və topu səbətə atırıq. Play basketball. Bəli, basketbol oynayanda bunu edirik. Digərləri isə yenə xizək sürmək, surfing etmək, üzmək, qaçmaq. Heç biri deyil. In the evening, we took great music with our friends. Deməli, axşam biz dostlarımızla qəşəng bir musiqi sədaları altında rəqs edirik. Cəmdə olan isimlər sırasını istəyir. Plural nouns, cəmdə olan isimlər deməkdir. A ball təkdədir. Qarşısındakı artikla görə bilirik ki, təkdədir. Sports isə cəmdədir. Yenə a team təkdədir. Hours cəmdədir. Oceans, okeanlar cəmdədir. Minutes cəmdədir. Soccer, futbol. Ümumiyyətlə uşaqları oynadıları saymayan isimlərdir. Yəni cəmlənmir. Bunların cəm forması yoxdur. Və balls bura getdi. Balls cəmdədir, amma soccer təkdədir. A day təkdədir, matters cəmdədir. Develop sözünün sinonimini istəyir. Develop, inkişaf etmək, inkişaf etdirmək deməkdir. Təkmilləşdirmək mənası da var. Reduce, azaltmaq. Improve, inkişaf etdirmək, təkmilləşdirmək. Bu mənada sinonimdirlər. Teach, öyrətmək, xeyr. Inform, məlumat vermək. Practice, məşq etmək. Complete the sentence correctly. Cümləni düzgün tamamlayın. Sports can, idman deyir, yaddaşı gücləndirir. Deməli, yaddaşı gücləndirir. Bəli, beynə də müsbət yöndə təsiri var. Reduce strength, gücü azaldır, xeyir. Develop physical skills, fiziki bacarıqları inkişaf etdirir. Bəli. Increase depression, depressiyanı artırır, xeyir. Deməli, doğru cavab 1-3. Make up a sentence, cümlə qurun. Deməli, mübtədanı yazırıq. My brother. Sonra xəbəri yazırıq. Xəbərin bir hissəsi modal fe'l can'dir. Sonra isə əsas fe'l gəlir. Sonra isə tərz hərəkət sərfi. Very well. Underline the correct imperative forms. Düzgün əmr cümləsinin əmr formasının altına xətt çəkin. Drink a lot of water in a day. Gün ərzində çoxlu su iç. Bəli. Eat junk food every day. Xeyr, hər gün deyir. Zərərli qida ye. Amma elə deyil. Əslində deyir ki, hər gün zərərli qida yemə. Dərslərini vaxtında et. Düzgün sözlərin altından xətt çəkin. Can you play soccer? Sən deyir, futbol oynaya bilirsən. Uşaqlar, can-in ümumi sual cümləsinin cavabı belə olur. Quruluşu. Yes. Very good.
Sonra şəxs əvəzliyi və can. İnkar formada isə xeyr deyiriksə, yenə də şəxs əvəzliyi və can't. Deməli, bu birinci bəli deməkdir. Bəli. Bu isə xeyr deməkdir. İndi baxaq. Can you play soccer? Yes, I can. Burada nə problemdir? Bu can't olmalıydı. Sonra ikinci, can you swim? Yes, I can't olmaz. No, I can't. Can she run fast? O süratli qaçabilirmi? Yes, she can. She'yə sual verdiyinə görə şəxsimiz də she olmalıdır, he ola bilməz. Read the passage and answer the questions. Mətn oxuyun və suallara cavab verin. Skiing is a popular winter sport. Xizək sürmə məşhur deməli qış idman növüdür. People ski on snow, usually on mountains. İnsanlar adətən dağlarda, qarın üstündə xizək sürürlər. Skiers use special equipment, skis, boots and poles. Xizək sürənlər xüsusi deməli alətlərdən istifadə edirlər, xizəklər çəkmələr və xizək dirəklərindən. Skiing is fun, but it can be dangerous. Xizək sürmə əyləncəlidir, amma təhlükəli də ola bilər. Beginners should take lessons. Yeni başlayanlar dərs almalıdırlar. They learn how to stop and turn safely. Onlar dayanmağı və sağlıqlı şəkildə, təhlükəsiz şəkildə necə dönmək lazım olduğunu öyrənirlər. Warm clothes are also important because it's cold in the mountains. İsti paltarlar da çox vacibdir, çünki dağlarda hava soyuq olur. Many people enjoy skiing during their holidays. Bir çox insan tətildə xizək sürməkdən zövq alır. What is skiing? Xizək sürmək nədir? A summer sport, yay idman növü, xeyir. Winter sport, bəli, qış idman növüdür. Water game, su oyunu deyil. A summer holiday, xeyir, yay tətili deyil. A car race, maşın yarışı deyil. Where do people usually ski? İnsanlar adətən harada xizək sürür? On beaches, yəni çimənliklərdə xeyir. In forest, meşələrdə xeyir. On mountains, dağlarda, bəli. In cities, şəhərlərdə xeyir. On roads, yollarda xeyir. Why should beginners take lessons? Nəyə görə deyir yeni başlayanlar dərs almalıdır? To buy good equipment, yaxşı bir alət almaq üçün xeyir. To learn how to cook, bişirməyi öyrənmək üçün xeyir. To learn to stop and to turn safely. Dayanmağı və təhlükəsiz şəkildə dönməyi öyrənmək üçün. To climb mountains, xeyir, dağlara çıxmaq deyil. To find hotels, otel tapmaq üçün xeyir. Write the antonym to the word cold. Cold sözünün antonimini tapın. Burada warm var idi. Yəni mətndən tapırıqsa bu warmdur. Və bu videoluq bu qədər uşaqlar, hər birinizə uğuru arzu edirəm. Ümid edirəm sizə faydası toxunar. Kanala abunə olmağı, videoları bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.